Hoş gördük, hörmətli Sport Info TV izləyiciləri. Salamlayıram hər birinizi. 23-cü turun nəticələri gözlənilməzliklərlə yadda qaldı. Karvan Yevlax Sumqayıta son dəqiqələrdə vurduğu qolla keçəni əldə elədi. Qarabağ Avrokubok iddiaçısı Araz Naxçıvanın qapısından 6 cavabsız top keçirdi. Zirə öz meydanında Kəpəz məğlubiyyətindən son saniyə qolu ilə qaçdı. Sabah 5 gün əvvəl penalti seriyasında məğlub etdiyi Qəbələni top atəşinə tutdu, 7-1. Şamaxı İmişli ilə heç-heçə oynadı, qolsuz bərabərə razılaşdı və təbii ki, Neftçinin məğlubiyyəti. Neftçidən danışacağım bugün. Son həftələrdə, son oyunlarda Neftçinin xüsusən qış fasiləsindən sonra göstərdiyi performans barədə çox danışılırdı ki, Neftçi uzun müddətdir məğlub olmur. Yuri Vernidubun gəlişindən sonra uğurlu nəticələr sıralanır. 3 oyun ardıcıl qələbə seriyası var idi. Amma mən elə həmin çıxışlarımda, sizin üçün hazırladığım video çıxışlarımda da, yazılarımda da belə qeyd edirdim ki, bu aldadıcı ola bilər. Neftçidə köklü olaraq hələ heç nə dəyişməyib. Sadəcə əhval-ruhiyyə bir qədər yüksəlib Yuri Vernidubun gəlişindən sonra. Və onu da qeyd etmişdim ki, Neftçinin əsl gücü əsas rəqibləri ilə maçlarda bilinəcək. Və həmin rəqiblər Qarabağ, Sabah, Turan-Toz, Zirə, Araz Naxçıvandır. Aradasa Sumqayıtı da hesab etmək olar. Oynadı, Neftçi Turan-Toza qarşı oynadı, məğlub oldu və deyərdim ki, haqq etdiyi də məğlubiyyəti aldı. Çünki oyun boyu rəqibini aşkar üstələyə bilməyən, rəqib qapısı qarşısında təhlükə yarada bilməyən, ikinci hissədə qapıya zərbə indirməkdə çətinlik çəkən bir komandanın qələbə qazanması absurd olardı. Əvəzində Turan-Toz ağıllı, gücə və texnikaya söykənən hibrid futboluyla Neftçidən istədiyi 3 xalı alıb 3-cü pillədəki mövqeyini möhkəmləndirdi. Artıq bu oyun geridə qalıb və bu oyun geridə qaldığı kimi şəxsi fikrimdir, Neftçi üçün Avrokubok qapıları da böyük ölçüdə bağlandı. Artıq Zirə ilə arada 8 xallıq fərq var və o 4-cü pillədəki Zirə deyək, hələ 3-cü yeri demirəm, 4-cü yerdəki Zirə ilə 8 xallıq fərq yaranıb. Baxmayaraq Neftçinin ehtiyatda bir oyunu var və həmin oyun hansısa sıradan komandaya rəqibə qarşı yox, Qarabağla olacaq. Neftçinin bu 8 xallıq fərqi aradan qaldırması mümkünsüz yox, çox çətin görünür. Mümkünsüz bir şey yoxdur, təbii ki mümkündür, amma nəzərə alaq ki, bunun üçün Zirə qarşıdakı 10 oyunun ən azı 3-ündə məğlub olmalıdır və Neftçi 10 oyunun hamısını qələbə ilə başa vurmalıdır. Yəni, bu nə dərəcədə real görünür Neftçinin 10 oyun, 11 oyun, daha doğrusu üzr istəyirəm, bir oyunda ehtiyatda var. Həmin oyunlar ikisi Qarabağa qarşı olacaq, biri Sabaha qarşı və digər rəqiblər təbii ki Zirə ilə şəxsi görüşü var. Araz Naxçıvan, Sumqayıt, Şamaxı, İmişli. Açığı mənim üçün Neftçinin sərgilədiyi hazırki futbol, fiziki hazırlığı olsun, futbolu olsun, dinamikası olsun. Yəni bütün bunların fonunda Neftçinin Sabahı, Qarabağı, Zirəni məğlub edəcəyi açığı real görünmür mənim üçün. Çünki rəqiblər Neftçi ilə oyna istədiyi nəticə olur Neftçi ilə oyunlarda və onun üçün çıxıb əldə edirlər. Necə ki Zirə 17-ci turda Palm Sports Arena heç-heçə üçün gəlmişdi, onu əldə etdi. Turan-Toz qələbə üçün gəlmişdi, onu əldə etdi. Neftçi Karvanı son dəqiqə qolu ilə məğlub etmişdi, Qəbələni çətinliklə məğlub etmişdi. Və bütün bunların fonunda bunları göz önünə gətirəndə Neftçinin qarşıdakı oyunların hamısında qələbə qazanacağı açıq deyim mümkünsüz görünür. Odur ki, həvəsdən düşməsinlər, artıq bu qatar gedib, qatarın dalınca baxıb ağlamaq da heç nəyi dəyişməyəcək. Neftçi üçün, bugün üçün ən ideal çıxış yolu növbəti mövsümü düşünməkdir.
mütləq və mütləq Yuri Vernidubla yola davam olunmalıdır. Ukraynalı baş məşqçi artıq yeni mövsümün planlarını qurmalıdır. Artıq yəni bu mövcud vəziyyətlə barışmaq lazımdır. Yəni çempionatın gedişi də göstərirdi ki, bu komandadan nəsə artığın gözləməyə dəyməz. Təbii ki, komandada dəyişikliklər olacaq. Yaşlı futbolçular var, Edvin Kuç, Emin Mahmudov, Vensan Abubakar, ümidləri doğrultmayan İmad Farac, Falaye Sako, Mustafa Sek, yəni şəxsi fikrimdir, bu futbolçularla yollar ayrılmalı və heyətə əl gəzdirilib yeni uğurlar üçün hazırlamaq lazımdır və bunun üçün yay toplanışı mütləqdir. Yəni bir ay yarımlıq 6 həftəlik siklda Yuri Vernidub istədiyi komandanı formalaşdıra bilər. Onsuz da yəni cırmaq, nəyəsə belə deyək, ümid etməklə, rəqiblərin uduzmağını gözləməklə, Turanın, Zirənin uduzmağını otur gözlə, özün min bir əziyyət bahasına konferans liqasına getməyin dadı yoxdur. Çünki bu komanda ilə, bu heyətlə, bu oyunla konferans liqasında mərhələ adlamağın özü belə çətin görünür. Yəni Şamaxını uda bilməyən, İmişlini məğlub edə bilməyən, mövsüm ərzində təsəvvür edin Neftçi bu il 2 oyunun heç birində Şamaxını üstələyə bilməyib. İmişlini uda bilməyib. Əsas rəqiblərin heç birinə bata bilməyib. Nə Qarabağa, nə Sabaha, nə Turana, nə Zirəyə heç birinin üzərində qələbəsi yoxdur. Yəni belə olduğu halda Avrokuboklardan nəsə gözlə. Avrokuboklara vəsiqənin özü belə real görünmür. O ki qalmışdı Avrokuboklardan nəsə gözləmək. Odur ki, hörmətli Neftçi rəhbərliyi, Neftçi azarkeşləri, Neftçi futbolçuları, komandaya, kluba cavabdehliyi daşıyanlar, ən yaxşı çıxış yolu bu günə görə növbəti mövsümün planlarını qurmaq, artıq bundan sonraki oyunlarda da yeni mövsüm üçün hansısa formada hazırlıqlar görmək, daha çox yəni Verniduba lazım olan futbolçulara şans vermək, onlara bel bağlamaq və artıq yeni mövsüm üçün transfer çalışmalarına, axtarışlarına başlamaqdır. Yəni bugün Neftçini xilas etməyin ən real vəziyyəti, ən real çıxış yolu budur. Uğur olsun.